koydum. Gəldim mətbəxə. Alinanı da oturtdum burada. Alina 7-ci ayına girəndən və 6-cı ayın sonundan demək olar ki, çox dəyişib. Belə bir uşağa güncəllənmə gəlib və bir yerində dayanmır, mızıldanır ancaq. Bilmirəm, diş çıxarmağı ilə bağlıdır, yoxsa nə ilə bağlıdır. Amma çox incidir adamı, amma eybi yox. Gətirdim, qoydum stoluna, birazca da burada vaxt keçirsin. Mən də dünən qatıq mayalanmışdım Alina üçün. Özüm sütü alıram və qaynadıb qatıq mayalayıram. Və qaynanam da səhər bunu süzmə formasında edib. İndi bunu qaba əlavə edəcəm. Normalda hər gündə əvvəlki vloqlarda da görmüsünüz, Alinaya püre verirəm. İstəyirəm ki, dəyişiklik olsun və banan və sport peçenidən verəcəm. Baxın, mənim istifadə etdiyim sport peçeni budur. Sizə də göstərim. Bismarck'ın sport peçenisidir. 94 qəpiyə almışdıq. Bir belə bu boydasını. Və içində də 4 dənə qalıb. Bəzən Alinaya verirəm belə əlinə. Alina özü onu yeyir. Hələ ki ac deyil deyə vermirəm. Sadəcə bilmirəm, dişləri incidir ya necə. Çox mızıldanır. Qızlar, bir də dünən elə marketdən gəldi və mən market paketlərini qoyduğum zaman gördüm ki, bura biraz səliqəsizdir və bura biraz əl gəzdirdim. İmkan vermir ki, danışım. Və bura biraz əl gəzdirdim. Buradakı bunlar heç vaxt istifadə olunmuyor. Buradakı bir neçə dəfə istifadə olunan bezləri də qoydum. Və market paketlərini bu formada qatladım. Bu formada çox səliqəli görünür. Bunlar da böyük paketlərdir. Bunlar daha çox zibil üçün istifadə edirik. İndi də paket götürmüşkən dedim ki, sizə də çəkim göstərim. Bu formada qatladığımız zaman həqiqətən də çox səliqəli görünür. Bundan əvvəl mən üçbucaq formasında qatlayırdım. Amma belə daha səliqəlidir.
Dostlar, sabahınız xeyir. Burada Motal Showroom var. Burada təzə bir yer açılıb. Oradan alırıq. Çox dadlıdır. Və bu formada səhər yeməyi hazırladım özümə. Burada da yumurtam qaynayır. Kənd yumurtasıdır. Amma yumurta qaynayana kimi əvvəlcə Alinanın paltarları var idi. Onları sərim. Və bundan sonra da keçim səhər yeməyimi yeyim. Ondan sonra da işlərimiz çoxdur. Bugün bir çox şey həll eləməliyik və sizinlə birlikdə edəcəyik bunları. Paltarların hamısını sərdim. Alinanın paltarlarıydı ancaq. Bunlar da qurumuşdu. Bunları da indi qatlayıb yerinə yığacağım. Bu arada pəncərələri təmizləmişdim bir neçə gün əvvəl. Çox tərtəmiz olub. Hər yeri tərtəmizdir. Sizin üçün də vlog çəkəcəkdim, amma çəkə bilmədim təəssüf ki. Sadəcə indi də olsa sizə pəncərələrimin təmizliyini göstərim. Bu ortadakı pəncərəni və yandakını silə bilməmişəm. Çünki onlar açılmır və əlimiz çatmır. Baxın, hiss olunur. Necə tozdur. Amma bunlar tərtəmizdir. Akşam yemeği için kartof kızartma planlaşdırırdıq. Sadəcə sonradan fikrimi dəyişdim ki, elə bunu tyorkadan keçirib indi sizə göstərəcəm. İçinə də yumurta vurub qızartdığımız zaman bəzi vaxtlar eləyirəm belə, çox dadlı olur. Yəni kartof qızartmasından daha da dadlı olur. İndi sizə də göstərəcəm, sizə də fikir olsun. Tyorkadan keçirirsiniz. İçinə bir-iki dənə, məsələn, indi baxırda nə qədər kartof istifadə edirsiniz. İçinə yumurta vurursunuz, duz, istiot, sarkök də vura bilərsiniz. Xoşunuza gələn ədviyyatlar da vurursunuz və kotlet formasında bişirirsiniz. Çox gözəl, çox dadlı alınır. Yəni sizə də məsləhət görürəm. İndi etdikcə sizə də deyəcəm, bölüşəcəm sizlə də. Qızlar, çəkdiyi belə hazırdır. İndi bunun suyunu sıxacağım. Baxın, sıxdığımız zaman belə suyu çıxır bunun. Mütləq suyunu sıxmaq lazımdır. Yoxsa birazdan bundan daha çox su çıxacaq və yəni sulu formada olmasını istəmərik. Yumurta filan hər şey vurmamışdan əvvəl suyunu mütləq sıxırıq.
Kızlar bakın bu formada pişdi. Deməli bir tərəfini qızardırsınız tam. Diğer tərəfini çevirdikdən sonra qapağı bağlayırsınız və biraz qazın xodunu azaldırsınız. Van xodda pişir. Çox da azaltmayın. Yəni qızarsın. Altı da qızarır, içi də o zaman pişir. Və baxın bu formada səliqəli belə kotletlər oldu. İçində sadəcə kartoşka var. Yəni dağılmır, bu formada qalır. Siz bunu xırda gözündən də keçirə bilərsiniz tyorkanın. Onda daha da asan olacaq. Sadəcə mənim vaxtım az idi deyə bu formada elədim. Baxın, bayaq suyunu sıxmışdıq, amma yumurta falan qatıldıqdan sonra yenə də su çıxır. Bundan narahat olmayın. Belə əlinizdə düzəltdiyiniz zaman suyunu sıxın və o formada yağda bişirin. Belə. Burada da meyvə kompotumuz var. Alça falan var, meyvələr. Bunu da qaynanan bişirib. Mən də işimə davam edirəm. İşimi bitirdikdən sonra isə sizinlə birlikdə artıq mənim neçə gündür ki, bəzi şeylər almışam, onları açmamışam. Sizinlə birlikdə onları da açacağam. Kızlar, bu çiyələkləri biz qoymuşduq dondurucuya, yuyub təmizləyib belə doğrayaraq və bunlardan dondurma hazırlayırıq. Bananla olanı artıq qaynanam hazırlayıb və bunu da mən indi blenderdan keçirəcəm və üzərindən 1 qaşıq, 2 qaşıq baxacağım indi qaymaq əlavə edəcəm və ondan sonra yenidən dondurucuya qoyacağım ki,
daha da yaxşı dondurma kimi olsun. Məncə dadlı alınacaq. Yenə də birlikdə yoxlayaq. Qızlar, baxın, bananlısı belə oldu. Çox dəhşət bir dadı var da. Yəni mən bilmirəm bunu necə başa salım sizə. Şəkər tozuna filan ehtiyac yoxdur. Bəziləri buna bal da qatır. Amma məncə ehtiyac yoxdur. Şirinliyi olduqca yaxşıdır. Və bunu da atıram artıq dondurucuya. Bir müddət qalsın orada. Və sizə çiyələyi də göstərim. Çiyələyi də baxın, çiyələyi də bu formada oldu. Hələ ki bunu təzə qoymuşam. Ona görə də hələ ki özünə gəlməyib. Belə biraz durudur. Amma çox qəşəng oldu dadı. Bananlısını daha çox bəyəndim mən. İndi isə buranı yığışdırım və krem də belə bundan idi. Qaymaq da bundan idi. Durudu. Bunun üstündə belə bir şirniyyat şəkli var idi. Ona görə bundan aldım. Əslində qaynanam Pınarın qaymağını almışdı. Onu da sizə göstərim. Buradadır. Belə bir qaymaq almışdı. Amma bu deyəsən yemək üçündür. Dəqiq bilmirəm. Ona görə də bunu işlətmədi. Getdim başqasını aldım. Elə qiymətləri də demək olar ki eynidir. 2 manat 60 qəpiyə o idi. Endirmə düşmüşdü deyəsən. Bu da 2 manat 69 qəpiyə idi. Amma yəni bir neçə qaşıq işləndi. Elə yarıdan çoxu elə bil ki içində qalıb. Olduğu kimi qalıb. Kızlar, indi sizə yeni aldığım məhsullar var. Onları göstərmək istəyirəm. Yəni əvvəlcə bundan başlayım. Elə belə sadə bir mağazadan aldım. Belə bir çantadır. Bunu əsasən bir yerə getdiyimiz zaman Alinanın paltarlarını yığmaq üçün almışam. Belə yığcam bir çantadır. İçi də bu formada. Nərimanovdan aldım bunu. Yəni bugün almışam. Belə deyim, məncə yaxşıdır. 20 manata almışdım bunu. Həm səliqəlidir, həm də içinə Alinaya aid əşyaları da yığa bilərəm. Sonra isə bunu göstərmək istəyirəm. Bebetodan, Moldan belə bir alışveriş etmişdik. Belə bir Alina üçün body aldım. Qol qısadır. Bu indirimdən 14 manatdan 8 manat 40 qəpiyə düşmüşdü. Sonra belə corablar aldım. 6 manata. Belə 2 cüt. Bir dənə də etiketini saxlamışdım. Pijama almışam. Onu da əynində bəlkə də bu videoya əlavə edə bilsəm edərəm. Onu çünki açmışam. Bunları isə saxlamışdım ki sizinlə birlikdə açaq. Və belə 2 dənə də bir mağaza tapdım. Orada ucuz idi bu Dalinin bu salfetkaları. 2 manat 70 qəpiyə. Biz çox zaman alırdıq 3 manat 50 qəpiyə. Bunlar isə 2 manat 70 qəpiyə idi. Yoxlamaq üçün 2 dənə aldım. Bundan sonra LC2'den özümə bir şalvar almışam. Qiyməti də 29 manat 99 qəpik, yəni 30 manata. Belə kətan şalvardır, sadə, qara rəngdə. Biraz iri görünməyinə baxmayın, amma əynimə yaxşı oldu. Heç bilmirəm çəkiliş necədir, amma yəni bu formada sadə kətan şalvardır. Amma kətanla nəyinsə qarışığıdır. Çünki belə tam ütü tələb edən kətanı mən xoşlamıram. Nəyinsə qarışıq olanda məncə daha yaxşı olur. Siz bunu dəqiqədə ütüləmək məcburiyyətində qalmırsınız. Bundan sonra Busədən belə bir alışverişim var idi. Artıq mən təəssüf ki açmışam yoxlamaq üçün. 3 manata belə saç üçün belə bir aksesuarlar aldım. 3 manata Buse mağazasından. Bunlara Bigudi də deyilir. Bilmirəm dəqiq adı necə gedir. Və 2 dənə də böyüyünü aldım. Elə bu da 3 manataydı. Sadəcə ölçüsü biraz böyüdü. Bunu çolkalarım üçün almışam. Bundan sonra Golden Rose'un belə bir 16 manat 40 qəpiyə rumyanasını aldım. Mən çox zaman bundan istifadə edirəm. Baxın belədir. Və bir neçə dənə də saç üçün belə aksesuarlar. Bundan başqa da Hoka mağazasından ayaqqabı üçün belə bir
ayaqqabını ağartmaq üçün məhsul aldım. Bunu istifadə edib sizinlə də necə olduğunu bölüşəcəm.